Cələ xanım, Trump o tamaqaf məsələsini də bir alver predmetinə çevirib. Bildiyiniz kimi bu daima deyir ki, gəlin bir necə deyirlər, şərtləşək. Onun danışıq üsulu ondan ibarətdir. Yəni biznesdə olan kimi. Ortalıqda o tamaqaf məsələsi də ABŞ tərəfindən Rusiyaya həm təzyiq, həm də bir alver predmetinə çevrilir. Yəni mütəxəssislər deyirlər ki, tamaqaflar çoxdan Avropadır. Ona görə ki, bir qism o raketlər ABŞ-ın NATO-da olan müttəfiqlərdədir. Və qərar verildiyi halda bu bir günə, 2 günə Ukraynada yerləşdirilə bilər. Ancaq hələlik hər halda hiss olunur ki, o raketlərin Rusiya verib və yəni Rusiya deyirəm, Ukrayna verib və Rusiyanın uzaqda yerləşən obyektlərine zərbə vurmaq qərarı verilib və təzyiq kimi istifadə olunur. İndi o ki qaldı, indi 150 dəfə dünyanı məhv edə bilər ABŞ və əslində eyni təxminən nüvə başlıqları Rusiyada da mövcuddur və burada balans dəyişilməyib. Ona görə ki, konkret həllilik baxmayaraq ki, o müqavilələr ki, hansılar məhdudlaşdırırdı nüvə silahları, daşıyıcıların da, sonra başlıqların da hələlik yəni o müqavilələrdən Rusiya və ABŞ çıxmağın elan etsələr belə, ancaq reallıqda o müqavilələrdə göstərilən balans indiyə kimi qorunub saxlanılır. Yəni deyəndə ki 150 dəfə, 250 dəfə də demək olar, 200 dəfə demək olar. Ancaq yəni kimisə öldürmək imkanının bir dəfə mövcuddur ki, bunu 10 dəfə ya 100 dəfə eləməyin o dərəcədə də daha əhəmiyyəti yoxdur. Hər bir halda tərəflərin dünyanı məhv etmək üçün raketləri və nüvə başlıqları, sursatları mövcuddur. Sadəcə olaraq o yəni daşıyıcıların sınaqları daimi davam olunurdu. Orada məhdudiyyət yox idi. Ancaq əvvəl indi vaxtilə dənizdə, peykdə, fəzada və yerin üstündə sınaqlar qadağa olmuşdu. Sonda isə 90-cı illərin əvvəlində yeraltı partlayışlara, nüvə partlayışlara da yəni İndi demək olar ki, öhdəliklər götürülmüşdür ki, onları həyata keçirməmək. Yeganə o demək olar ki, bu məsələlərdə özün heç bir çərçivəyə sıxmayan kimi aparan Şimali Koreyadır. O bu partlayışları həyata keçirirdi. Ancaq Çin, nə Rusiya, nə o bir dövlətlər bunu etmirdilər. Amma Trump deyir ki, gizli şəkildə edirdilər. İndi deyir Trump, ancaq onun heç bir sübutu təqdim olunmuyub. Ona görə ki, elə bir kəşfiyyatının məlumatına görə belə deyir. İndi demək çox şey mümkündür. Bu məsələləri sübut ona görə ki, o partlayışlar baş verəndə seismoqraflar yəni zəlzələni nüvə partlayışdan fərq etməyi bacarırlar. Sadəcə olaraq bəlkə İndi bu bir də xətt var ki, o nüvə partlayışların çox miniatür nüvə başlıqların demək olar ki, bir istehsal etmək üçün ola bilsin ki, o partlayışları eləyirlər və onları zəlzələdən ayırmaq mümkün deyil. Ancaq indi bildiyiniz kimi ABŞ-ın Rusiyada da, Çində də kifayət qədər belə deyək, məlumatlı kəşfiyyat şəbəkələri var. Və o bunu ya fakt kimi təqdim olunmalıdır. Ancaq yəni yenə də o partlayışlara başladığı halda demək olar ki, yenidən o bir müddət saxlanılan nüvə silahların demək olar ki, rəqabəti güclənə bilər və təhlükələr bütün dünya üçün yarana bilər. Ona görə ki, nüvə zərbələrə iş getdiyi halda nüvə müharibəsində qalib olmayacaq heç kəs.